55 manatdan nələr aldım, neçə düşdü? Gəlin birlikdə baxaq. Hər kəsə salam. Bu dəfə New Yorkerdən aldıqlarımı sizə göstərəcəm. Mən bu paltara bayıldım. Bir ədəd qalmışdı və qiymətini eşidəndə şok oldum. Sizcə neçə düşmüşdü? 45 manatdan 7 manata düşmüşdü. Yenə də anladım ki, niyə endirmə düşüb? Çünki bu tərəfi o qədər dardı ki, inanın ki, bu mənim əlimə belə girmədi. Amma mən dedim ki, yox, mən bu paltarı alacağım. Qəşəng modeli. Mən heç bunu endirimsiz belə New Yorkerdə görməmişdim. Növbəti don bu dondu. Əslində birinci bunu almaq istirdim. Sadəcə o birisi donu görəndən sonra dedim, yox, mən o birisini alacağım. Bunu tərəddüd edirdim çünki adi modeldir, amma qiyməti çox ucuz idi. 7 manata düşmüşdü. Başqa ölçülər də var idi bu arada. Çox rahat əynimə oturdu. Ona görə dedim, niyə də yox. Belə baxaq və keçək növbəti paltara. Bu svitə. Sizcə mən bunu neçə almışam? 4 manat. Aldığım ən ucuz paltar. Bunu mən soruşsaq nə üçün almışam? Əslində xizə sürmək üçün almışam. Həmçinin məşqə falan geymək olar. Belədir ki, 4 manata nə verirlər? Hər yerə geymək olar. Və keçək aldığım sonuncu paltarlara. Deyərdim ki, ən bahalı olan paltarlar bunlar oldu. Bu koja şalvarı çox bəyənirəm. Bundan məndə bir neçə rəngdə var. Hətta eynisini keçən ildə almışdım. Sadəcə bunlar koja şalvarı bunun üstünə qoyanda qaranın rəngi bunun üstə gəlir deyə bu tərəfləri bütün korlanıb. Bir neçə koja şalvarın bu vəziyyətdə deyilsə, ona görə eynisindən yenidən aldım və bu 12 manat idi. 50 manatdan 13 manata düşüb. Bu arada materialı da çox rahatdır. Çox qəşəng elastikdir. Normalda kojada belə tərpənmək olmur. Bu çox qəşəngdir və uzun müddət cinsli belə bir köynək istəyirdim almaq. Köynək deyəndə əslində bu kurtka kimi də gedir. Materialı qalındır. Xoşuma gələn oldu ki, belə korsetli də deyək, bədəni qəşəng görsədir. Mən çox bəyəndim. Aldığım ən bahalı paltar bu oldu. Bununla da videonu sonlandırıram. Bunun da qiyməti 25 manat oldu. 55 manata tam da 5 məhsul aldım. Və siz 55 manata neçə məhsul alırsınız?